Xocalı rayonunda yeni qurulan asfalt yolun yararsız vəziyyətə düşməsi ilə bağlı görüntülər paylaşılıb. Turkistan az məlumat verir ki, bu haqda görüntüləri hərbi ekspert Ədalət Verdiyev şəxsi Facebook profilində paylaşıb. Qan yaddaşımız Xocalı asfalt örtüyü cəmi bir il sonra sıradan çıxıb, hərbi ekspert əlavə edib. İranın cənubunda yerləşən Hörmüzqan vilayətində isə Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində yaralananların sayı bir nəfərə çatıb. Sfera az məlumat verir ki, bunu İranın Təcili Yardım Təşkilatının sözçüsü Babək Yekdəpərəst açıqlayıb. Onun sözlərinə görə 60 nəfər Şəhid Məhəmmədi xəstəxanası, 45 nəfər Seyid Şühəda xəstəxanası, 16 nəfər Xatəmül Ənbiya xəstəxanası, 120 nəfər Sahibə Zaman xəstəxanası və 40 nəfər Fars Körfəzi xəstəxanasına yerləşdirilib. Yekdəpərəst qeyd edib ki, Şiraz Poliklinikasında 90 yer boşaldılıb və ehtimal edilən yaralılar üçün hazırlanıb. İranlı rəsmi təcili yardım maşınlarının sayının 15-ə qədər artırıldığını və 4 ədəd təcili yardım avtobusunun hadisə yerinə ezam edildiyini bildirib.